Elə deyilmi? Aha. Özündə məktəb direktoru qoyublar, onların hamısı. Çoxunu. İndi qaldırın statistikə baxın. Son dövrlərdə, son 3 ildə neçə nəfər Məcburi Köçkün Məktəbinin müəllimi, direktoru Bakı şəhər məktəbinə direktor təyin olundu. Var mı? Yazın əziz dostlar. Var, yazın. Var. 200, 300 şagirdlik məktəbin direktorunu gətirib 3000 şagirdi olan məktəbə direktor qoyur. Şəmsi müəllim, bir alim... Niyə qayıtmalıdır? Qaydar mı? Sən olsan qaydarsan, düzündür. Valla mən əskərəm. İndi sən əskərsən, hamı əskərdir. Murovdan belə, mən dağda özümü daha rahat hiss eləyirəm. Mən də sənə deyirəm, indi hamı səni kim əskər deyil olur. Məsələ burasında. Demək, əziz dostlar, sizə dünənləri mən bu arada danışdım. Şəmsi müəllim mövqeyini öyrənmək istəyirəm. Deputat, komitə sədri Anar İskəndərli dünən bir açıqlama verdi. Demək, sertifikasiya prosesinin önəmindən danışıb. Deyir ki, mən Tbilisidə arxivdə işləyərkən bir gürcü həmkarım mənə dedi ki, söhbət deputat Anar İskəndərlidən gedir. Əziz izləyicilər, dəyərli tamaşaçılar, dünən mən bu arada danışdım. Bəli, bu deputatdır. Deyir ki, Azərbaycanın bəzi rayonlarına getmək istəyir, Tbilisidə qohumu. Deyir, səbəbini soruşdum, o dedi ki, əvvəllər fermanın üzərinə universitet adı yazıb tələbə yığırdılar. Həmin tələbələr nə dərs keçirdi, nə də orada tədris üçün şərait var idi. Sadəcə diplom alınırdı, o diplomlar bugün bizim başımıza bəla olub. Minlərlə insan həmin diplomu alıb şəkilçi ilə bağlayıcını ayırt edə bilmir. Sertifikasiya imtahanı keçirməyib, nə edək? Yəni, bir haqq qazandırır sertifikasiya imtahanına. Və deyir ki, hər ay komitə sədri kimi qəbulum olub. Qəbuluma gələnlərin əksəriyyəti qadınlardır. Bəzilər deyir ki, 2-3 bal çatmadı, amma fakt budur ki, sən imtahandan keçməmisən. Deputat deyir. Onda məsələni belə qoyaq. Necə dərs, neçə il dərs demisən, pul almısansa, o pulu geri qaytar. Çünki o tələbləri ödəməyib. Əgər müəllim savadlı deyilsə, onun keçirdiyi dərsin nəticəsi də olmayacaq. Təhsil keyfiyyəti müəllimin keyfiyyətindən başlayır. Deputatın təklifi. Bilirsiniz, Aqil müəllim, bu... Elm və Təhsil Komitəsinin sədridir, Anar İskəndər. Anar İskəndər o. Bəli. Bu dediyində müəyyən həqiqətlər var. Bax, ümumiyyətlə, hər bir məsələnin müsbət tərəfi olan kimi mənfi tərəfi də olur. Nöqsanlar da olur. Əgər iş varsa, nöqsan da var. Anar müəllimlə mən bir şeydə razıyam. Denən nədir? Vaxt var idi, Anar İskəndərli indi deyir, mən onu 2005-ci ildə, 2006-cı ildə gedin, Axundov kitabxanasında durur, mühakimə qəzetinin nömrələrini qaldırın, baxın. Hürriyyət qəzetinin nömrələrini qaldırın, baxın, mənim yazılarım var, səhifə-səhifə. Ki, Azərbaycanda təhsil sistemini dağıdırlar. Müəllimliyi hörmətdən salırlar. Bu, saxta diplomlarla, bu onu haray salanda heç kim mənim səsimə səs vermirdi. Mühakimə qəzetində yazır. Gəncə Məişət Xidməti Kolleci var idi. Sonra onun bazasında Gəncə Müəllimlər İnstitutu yaratdılar. Ramiz Məmmədov, Allah rəhmət eləsin. Bəli. Mən başımı yolurdum ki, kişi, bu Gəncə Məişət hər rayonda bir filialı var idi. 40 il bundan əvvəl məktəbi qutarıbdır, evdar qadındır. Hamısının adını yazdılar, hamısına diplom verdilər, senin müəllim. İndi onlar kəsirlər. Düz deyir. Düz deyir. Bu adam görüb həqiqətə dökülür. Siz ironiya ilə deyirsiniz, düz deyir, yoxsa... Yox, gerçəkdən deyirəm. Bəs bunun səbəbi kimdir? Yenə də mən deyirəm, mən günahkar deyiləm ki. Yaxşı, niyə deputat gedib həmin... İndi bax, naziri günahlandırırlar falan. Nazir heç kimə diplom vermirdi ki, qardaş. Həmin diplom verən universitetin rektorunu tənbihləmək lazımdır. Allah rəhmət eləsin. Hətta müəllimlər institutu yarandı o bazada. Nə qədər saxta diplom verirdilər. Nə idi? Bu diplomun saxtalığı, saxta diplom nədir? Ay, Aqil müəllim. Çox adam elə bilir ki, bu sənəd, bu diplom, bu saxta. Məsələ burasındadır. Mən o kadrlar işində işləyəndə bu məsələ ilə məşğul olmuşam. Gəlirdi, verirlər, onların verdiyi hər 5 diplomdan ikisi saxta çıxırdı. Niyə? Necə?
Biz o sənədləri göndərirdik Nazirliyə. Hər məktəbin atistat kitabı vardı. Orada yazılır ki, bu nömrəli atistat verildi Alişov Aqilə. Düzdürmü? Bəli. Nazirlikdə də bir kitab var. Hansı universitetə, hansı nömrəli diplom verildiyi yazılıb oraya. Diplomun hamısı eyni nümunəlidir. İndi bax, Gəncə Müəllimlər İnstitutunun Gəncə filialının verdiyi diplom nömrə ilə baxırdım. Bu nömrəli diplom verilib Texnik Universitet. Bəs mən də dünənləri deputat... Demək kserokopiya eləyib verirdilər. Mən də dünən Anar müəllimi... O tərəfi ilə mən də razı deyiləm ki, indiyə kimi işlədiyi pul geri qaytasın. O mümkün olmayan bir şey. Olmaz. Amma... Ümumiyyətlə, insanların qarınla sınava çəkmək lazımdır. Həqiqət də var da. Niyə Beynəlxalq Universitet? Niyə uzağa gedirsən? Sənin mənim gözümün qabağında olan bir universitet. Elə buradan tutma hamı gəl, geri otur, hamı diplom alır. Yaxşı, indiki vəzifələrin əksəriyyəti Beynəlxalq Universitetin diplomudur. Elə ona görə bugün deyəklər. Bəli. Beynəlxalq Universitetə qəbul olublar, sonra perevod köçürmə eləyiblər. Bakı dövlətə, bura indi alıblar diplom. Ona görə bugün deyik. Aydın. Yəqin ki... Anar İskəndərov o məsələdə haqlıdır. Düz deyir. Anar müəllim, dünən sizi tənqid etmişdim. Tənqidimin müəyyən fazında haqlıyam, amma o pul məsələsində. Çünki mən dünən dedim ki, ola bilsin ki, siz də yüzlərlə seçicilik qəbul etməmişsiniz, problemin həll etməmişsiniz. Onlar da deyə bilər ki, siz də deputat kimi aldığınız maaşı geri qayıtın. Yəni, o da demək haqqı var. Amma Anar müəllim savadlı şəxsdir. Bakı Dövlət Universitetində dərs deyir. İxtisası səhvimsə tarix müəllimidir. Yoxsa ziyalıdır, savadlıdır. Ümumiyyətlə tanışdığım. Qruplaşmada da adı hallanmayan şəxsdir. Yəni düz deyir də, düz deyək də. Afət Ağaliyeva yazdı ki, İsmail rayonu Sulut kəndində kimya, biologiya müəllimləri yoxdur. Onlar təbii ki, Sulut kəndində, eşidin. Sulut kəndində... İsmail rayonunun Sulut kəndində... Müəllim yoxdur, müəllim göndərin. Müəllim qalıb burada. İsmail'də də kimya biologiya rejissorumuz Nazirin də şəklini qoyub, biz Emin Əmrullayevə, hörmətli Nazirə, biz müraciət edək ki, bax, bu günləri İsmail rayonunda, İsmail Sulut kəndi, elə? Bəlkə də, bax, bu saat, varsa bizim səsimizi eşidilə qoyacaq. İsmail'də kimya, biologiya ixtisasda adam iş tapmır. 100%. İsmail'i, bax, Azərbaycan Elm və Təhsil Naziri Emin Əmrullayev. Mən yəqin ki, bu mövzu ilə bağlı Şəmsi müəllim, Nazirliyin necə bunu Nazirin özünə çatdırır? Onlar izləyirlər. Bizi Nazirlik, təhsil idarələri izləyir. Onlarda monitoring var, monitoring. Elm və təhsil sözü getdisə, o avtomatik onlar izləyirlər. Demək, İsmail rayonu Sulut kəndində tamaşaçımız deyir ki, müəllim yoxdur. Kimya müəllimi, kimya yoxsa biologiya, hörmətli Afət xanım. Kimya, biologiya yazırdı. Aha. Yəqin ikisi də yoxdur, kimya, biologiya. Kimya, biologiya. Niyə yoxdur? İsmailların haqqı yoxmu ki, kimyadan nəsə öyrənsinlər, bilsinlər ki, suyun tərkibi nədir, H2O. Əlbəttə ki, var. Olmaz axı belə, hörmətli nazir. Yaxşı, görəsən o dərsləri indi kim tədris eləyir? Ay sağ ol. Məsələ burasındadır. Afət xanım, demək, ikinci ildir ki, kimya, biologiya müəllimi yoxdur. Kim tədris edir? Bədən tərbiyə müəllimi, yoxsa İngilis dili müəllimi? Xahiş edirəm, bax, buradan İsmail rayonunun Sulut kəndi. İndi görək o dərslərin pulu da dövlətin büdcəsində qalıb, yoxsa kimsə onu həzm rabidən keçiribdir. Yazıblar, musiqi müəlliminin adına kimya dərsi yazıb, pulunu alıblar bəlkə. Bugün Hesablama Palatası, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi sistemində yoxlamalar apar. Nələr çıxıb ortalığa? Hələ indi nəticə sonra məlum olacaq. Nələr çıxıb ortalığa? Onların hamısı mən günahkar deyiləm ki. Və bir dənə də sual verirəm, əziz dostlar. Vahid Əhmədovla bağlı çox maraqlı müsahibə var. Demək, elə Vahid Əhmədova jurnalist sual verir. Mən o sualı da sizə də ünvanlayıram. Keçmiş sabiq deputat var. Bəli. Demək, Vahid Əhmədov manatla bağlı, manatın
məzənnəsini uzun müddət sabit saxlaya bilməyəcək belə bir açıqlaması var. Büdcədə müəyyən lüzumsuz və şişirdilmiş xərclər var deyə açıqlaması var. Vahid Əhmədova jurnalist sual verir ki, demək, bilirsiniz ki, sabah Milli Məclis 3 gün toplaşacaq, 8 qanun var, onu müzakirəyə çıxardılar. Həmin müzakirələrdə də demək, tibbi sığorta haqqında qanun. İndi jurnalist sual verir ki, yeri gəlmişkən, əvvəlcə Vahid Əhmədov deyir ki, səhiyyə sistemində, mən bunu bir neçə dəfə demişəm, məsələn, səhiyyə sistemində indi həm Səhiyyə Nazirliyi, həm təbib, həm də icbari tibbi sığorta sistemi fəaliyyət göstərir. Mən hesab edirəm ki, ümumiyyətlə sığorta sisteminə nəzarət mexanizmi yaradılmalıdır. Məsələn, təklif edərdim ki, sığorta sistemi daha güclü nəzarətə götürülsün. Çünki bizim də məlumatlarımız var. Biz özümüz də sığorta sistemindən istifadə edirik və bəzi sahələrdə azalmalar müşahidə olunur. Amma ümumilikdə sığorta paketlərinə daxil olan məsələlər tədricən öz həllini tapır. Sığorta sistemi üzərində ciddi nəzarət olmalıdır. Çünki burada söhbət çox böyük vəsaitdən gedir və bu vəsaitə düzgün nəzarət mexanizmləri tətbiq edilməlidir. Və əsas sual. Yeri gəlmişkən, deyilənə görə gələn ildən 192 manat sığorta haqqı ödəməyənlər pulsuz tibbi sığorta ala bilməyəcək. Deyilənə görə nədir? Qanunda əksini tapırdı deyir. Vahid Əhmədov cavab verir ki, mən inanmıram bunu qəbul etsinlər. Çünki işi olmayan insan 192 manatı haradan ödəyəcək? Mən bunu həm sizə sual verirəm, həm auditoriyaya. Bax, 192 manat sığorta haqqı ödəməyənlər pulsuz tibbi sığorta ala bilməyəcək. Hörmətli izləyicilər, bunu necə başa düşürsünüz? Çünki Milli Məclisdə 19, 20 və 21 noyabr tarixlərində plenar iclas keçiriləcək. İclaslarda 8 məsələ müzakirə ediləcək. Həmin məsələlərdən biri də bax elə bu sığorta haqqında, sosial sığorta haqqında, ondan sonra tibbi sığorta haqqında, dövlət rüsumu haqqında, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında çoxdur burada qanun layihəsi. 8 məsələ. Vahid Əhmədov, mən onun şəxsiyyətinə böyük hörmətim olan adamdır. Savadlı iqtisadçıdır. Yox, işləməyən adamlardan söhbət gedir. İşləyən adamlar dövlətdə... Vahid müəllim o məsələyə fikir verməyib bəlkə də. Mən də əvvəl elə bildim, sonra bir açıqlama oxudum ki. Məsələn, tutaq ki, adam gəlib burada Bakıda işləyir, tikinti təzadda işləyir, amma işsiz kimi gedir. Əmək müqaviləsi yoxdur deyə, bu adam işsiz gedir. Amma söhbət bunlardan gedir. Yox, indi belə desək, 100 dənə... Gizlilərdən gedir. Məsələn, kənd təsərrüfatı, kətdə heç kimin rəsmi işi yoxdur. Amma onlar işləyən sayılır, onlara aidiyyəti yoxdur. Məsələn, kətdə kimsə işi yox, gücü yox, 3-4 dənə qoyunu var, qoyun otarır. Yox, kənd təsərrüfat işçisi hesab olunurlar. Onlara aid deyil bu. Onlar kütləvi deyil. Yox, mən oxudum. Onda belə çıxırdı ki, onda hamı 192 manat ödəməlidir. İl ərzində, aya 16 manat. Hədə deyir, bu kənd təsərrüfatı işçilərinə aid deyil, onlar kənd təsərrüfatı işçisi sayılır. Torpağı varsa əkib becərir də. Yaxşı, mən deyək ki, şəhərdə işləyirəm, gəlib gedib, tutaq tikintidə fəhləlik eləyir. İşini də gizləyir. Yox, fəhləli eləmir, şəhərdə gəzir, iş yoxdur, tapa bilmir. O, heç də iş necə tapa bilmir? İş yoxdur. Nənəsinin pensiya kartına sığınıb. Onların demək, tibbi yardımdan da məhrum olacaq. Azərbaycan gəncliyinin yardım çoxu, Azərbaycan gəncliyi nənəsinin pensiyasına sığınıb ya da babasına. Aqil müəllim, bu məsələ hələ bu belə o nətər deyir, çalxalandıqca, bulandıqca zaman neyrə kimi yağı yağ üstə çıxır, ayranlıq olur. Hələ bu çalxalanır, hələ burada konkretlik yoxdur. Yəni o qanuna dəyişiklik falan olunmayınca biz onun mahiyyətini bilsən və macarlıq eləyirik. O hələ gəlsin görək nə olacaq, ondan sonra bilinəcək.
Və Elman Nəsirovla bağlı bir dənə xəbər var dostlar.